Suraxanı rayonu Hövsan qəsəbəsində təcili olaraq 3 otaqlı, ideal təmirli mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizə takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Əvvəldə də bildirdiyim kimi yerləşir Suraxanı rayonunda Hövsan qəsəbəsində İlqar Əhlimanov küçəsində 9 mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 75 kvadrat olan qanuni 3 otaqlı, ideal təmirli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Çəkilişlərdən də göründüyü kimi ev ideal təmirlidir. Həyəti, yəni binanın həyəti abadlaşdırılıbdır və ən əsas məsələ ondan ibarətdir ki, mənzilin sənədi kupçadır. Təcili olaraq satılır. Qiyməti sonda deyəcəyəm, videomuzu izləməkdə qalın. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Suraxanı rayonunda Hövsan qəsəbəsində İlqar Əhlimanov küçəsində 9 mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 75 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli, qazı, suyu, işığı daimi olan bir mənzildir. Mənzil ideal təmirlidir. Binanın həyəti abadlaşdırılıbdır. Maşınların saxlanılması üçün dayanacaqları mövcuddur. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Bu mənzilin qiyməti 122.000 manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim ediləcək. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, isn't that spitting slow, spitting fast. I could roast, I could gas, think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains at last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Gonna learn the consequence of being incompetent. Mental health is confidence, dreams and some honestness. I'm not here to save the day, that's for you to take away. I could play a million mind games, but instead I say something not illogical, something that is topical. Rub it on and watch it go, make yourself unstoppable. Dreams are irresponsible, but they're always possible. If you just believe, you could be so remarkable. Thoughts in my head, a collage and they spread. I'll be great one day, going off of my meds. No, I'm not giving up, no, I'm not giving in. I will make it to the top, taking off in the wind. I gotta make it, I'm saving every day to taste it. I'm patient, but my mind, it can hardly take it. I'm chasing a dream that I've had for several ages. A vacant, modern kingdom for the taking. Yeni Yasamalda Əsəd Əhmədov küçəsində 2 otağa düzəlmə ideal təmirli mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun.
Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsində 11 mərtəbəli yeni inşa olunmuş binanın 9-cu mərtəbəsində. Ümumi sahəsi 60 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə və ideal təmirli bir mənzildir. Mənzildə təmirdən sonra yaşayış olmayıbdır. Binanın qazı, suyu, işığı daimidir. Lifləri işlək vəziyyətdədir. Mənzilin sənədi Kupcadır. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində. Yeni Yasamalın demək olar ki, tam mərkəzində, yeni inşa olunmuş 11 mərtəbəli binanın 9-cu mərtəbəsində. Ümumi sayısı 60 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə, ideal təmirli, təmirdən sonra yaşayış olmayan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Əvvəldə də bildirdiyim kimi mənzilin sənədi Kupcadır, ipotekaya yararlıdır. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 157 min manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yeni Yasamalın ən gözəl yerində və ən gözəl inşa olunmuş binasında 2 otaqdan 3 otağa düzəlmə, təmirli, kupcalı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Məhəmməd Xiyabani küçəsində. Mən heç də bura Yeni Yasamal deməzdim, çünki Şərifzadə küçəsi ilə arasında təxminən 100-150 metr məsafə var. Şərifzadə küçəsindən Yeni Yasamala, yəni Məhəmməd Xiyabani küçəsindən Yeni Yasamala düşəndə 1-ci svetoforun yaxınlığında yeni inşa olunmuş və super inşa olunmuş binanın 12-ci mərtəbəsində ümumi sahəsi 90 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli və bununla bərabər sənədi kupca olan, qazı, suyu, işığı daimi olan bir binadadır. Mənzilin ümumi sahəsini əvvəldə də bildirmişdim. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər Məhəmməd Xiyabani və Dadaş Bünyadzadə küçəsinin kəsişməsində yerləşdiyi üçün bu ərazidən keçən bütün avtobus xəttlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib sizin şəxsi telefon nömrənizlə heç bir faiz tələb etmədən paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram. Bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində, yəni Şərifzadə küçəsindən Məhəmməd Xiyabani küçəsinə düşəndə 1-ci svetoforun yaxınlığında hündür mərtəbəli binanın 12-ci mərtəbəsində ümumi sahəsi 90 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli, sənədi kupça olan, qazı, suyu, işığı daimi olan, 2 mərtəbəli yeraltı qarajı olan və bununla bərabər lifləri işlək vəziyyətdə olan, binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olan bir mənzildir, bir binada yerləşir. Bu mənzilin qiyməti 189 min
manatdır. Sahibi bildirir ki, real alıcı olduğu təqdirdə endirim etmək də mümkündür. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.